Əməkdar artist Mətanət İskəndərli nəhayət dilə gəldi. Mədəniyyətsizlikdir. Sən olduğun kimi ol, inan. Baxır ona, buna, o belə elədi, mən də belə eləyim, o belə elədi. O artıq görməmişdi, görgüsüzlükdür. Sənətçi susmadı. Bugünə qədər ürəyində yığılanları açıb ortaya qoydu. Bilirsiniz, çoxları bu sənət eşqinə gəlmirlər. Başqa bir şey üçün gəlirlər. Onlarda sənət eşqi yoxdur. Sənəti olan insanın başqa bir dünyası olur, başqa bir aləmi olur. Bugün meydanı ələ alaraq özünü sənətkara adlandıran bəzi həmkarlarını sərt sözlərlə tənqid etdi. O geyimlə, kecimlə, nə bilim, başqa şeylər eləməklə, yalandan qalmaqal salırlar, cürbəcür hilələrə əl atırlar ki, nə yolla olur olsun, bunlar populyar olsunlar. Onu bir dənə dindir, deyirəm ki, gəl bir dənə canlı bir şey oxuya bilməyəcək. O, Samir Cavadzadənin fikirlərinə dəstək verərək həmkarına haqq qazandırdı. Yəni bu əldə pul gəzdirmək, nə bilim, üzr istəyirəm, heç sevmirəm o sözü, bu şabaş falan göstərmək. Bu biraz çox qıraqdan pis görsən. Yəni istəyirlər incisinlər istəyir, amma bu görməmişlikdir. Mədəniyyətsizlikdir. Bu görməmişlikdir. Görgüsüzlükdür, görməmişdik. Birdən-birə gəlir, düşür bu aləmə, apara bilmir də özünü. Salvara deyir, nə bilim, filan heyvan təpi vurur, atır cənnətə. Və elə bir aləmə düşürlər, özlərini apara bilmirlər. Harada qırıldı. Görünən odur ki, şou biznesdə artıq hər kəs ayağa qalxıb. Qruplaşmalar artıb, söz-söhbətlər isə əndazəni aşıb. Kim haqlıdır, kim haqsız? Buna siz qərar verəcəksiniz. Biz isə sadəcə deyilənləri olduğu kimi sizə çatdırdıq.